Bugün qaynanam ilə birlikdə tovuz xəngəli edirik. İlk öncə kartof və soğanın qabığını soyduqdan sonra yaxşıca yuyub doğrayırıq. Soğanları kərə yağında qızılı rəng alana kimi qovururuq. Un, yumurta, duz və suyu qarışdırıb xəmir yoğururuq. Xəmiri kündələrə ayırırıq. Daha sonra xəmir istədiyimiz qalınlığa çatana qədər yayırıq. Yaydığımız xəmiri bıçaqla hissələrə bölüb xəngələ çeviririk. Yapışmaması üçün dəsmalın üzərinə qoyuruq və üzərinə un əlavə edirik. Su qaynadıqdan sonra isə kartofunu tökürük. Bəli, tovuz xəngəli kartoflu olur. Kartoflar çox bişməmiş, xəngəlləri yavaş-yavaş suya əlavə edir və kəfkir ilə ehmalca qarışdırırıq. Xəngəllər suyun üzünə çıxdı və deməli artıq bişmək üzrədir. Bişmiş xəngəlləri süzüb boşqablara servis edirik. Üzərinə olmazsa olmaz sarımsaqlı qatıq və qurut əlavə edilir. Həmçinin zövqə görə pomidor sosu və zoğal turşusu ilə də yeyilir. Dadı mükəmməl idi. Əsl soyuq havaların yeməyidir. Qaynanamın əllərinə, qollarına sağlıq. Hər zaman sevgi ilə hazırladığı dadlı yeməkləri ilə könlümüzü oxşayır. Sona qədər izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.